heç bir din sədəqədir, yardımlaşmadır, bunu əmr eləmir, tövsiyə eləyir. Bu sədəqə və ya bir bağış, zəkat əmr olsaydı necə olardı? Niyə zaten əmr tövsiyədir. Yox, bizim İslam dinində yoxsa bəli, İslam dinində. Oruç tutmaq, İslam zəkat. dinində yox. İslam dinində əmr deyil. Farzda da nədir? Farzda imkanı həccdə də elədir də. Farz sayılır, amma imkanı çatanlar üçün. Malın, mülkün yoxsa sənin zəkat vermə tələbin yoxdur. Söhbət ondan gəlir. Sədəqə və başqalar tövsiyədir, infaq tövsiyədir. Və bu tövsiyə olaraq da insanın daha çox müəyyən israfçılıqdan uzaqlaşması üçün bir də toplu İslamda əsas problem fərdin azadlığı deyil. Bu sual niyə vermək İslamda əsas problem cəmiyyətin düzənidir. Kapitalizmin özü də əxlaqsız cəmiyyət olaraq tərif edilə bilməz. Niyə görə? Çünki burada iki məsələdən söhbət ki, altruist əxlaq deyirlər. Altruist əxlaq özünü cəmiyyətə qurban vermək deməkdir. Yəni sən bunu artıq müasir dünyada ola bilsin ki, məsələn 30-cu ilin Almanı özünü Hitlerin göstərişi ilə Almaniya üçün qurban verməyə şərəf sayırdı. Amma 60-cı il Almanı bunu axmaqlıq sayırdı. Demək 30 ildən sonra dəyərlərə baxış dəyişdi. İnsandan böyük dəyər yoxdur. İnsanın azadlığından, hürriyyətindən, insanın can güvənliyindən böyük dəyər yoxdur. Sən hansısa bir özün üçün ideologiya uydura bilərsən, Stalin. Repressiya 20 milyon adamı repressiya göndərə bilərsən və sonra hamısı reabilitasiya olunar ölümündən sonraki səhv olubdur. Bunları qanunsuz, bunları böhtanla həbs eləyib öldürüblər. Eyni şeyi İslam, baxın, bizdə Suriyada proseslər başlayanda hansısa başıboşlar cihad məfhumunu atdılar ortaya və bu cihad məfhumu ilə hansı vəziyyətə saldılar cəmiyyəti gördük. Yaxud da Hamas. Həqiqətən də İslamın insana verdiyi dəyəri kollektivləşmə məfhumu içində boğmaq olmaz. İslam əslində insana dəyər verir, insana hüquq verir. Amma bu hüququ manipulyasiya eləyərək fərqli şəkildə İslam kültürü vasitəsilə təhrif eləyəndə problemlər çıxır. Məsələn, deyir ki, tutaq ki, kişilərin qadınlar üzərində haqqı vardı. Eyni zamanda qadınların da kişilərlə müəyyən haqqı vardı. Bir dənə müəyyən sözü haqlar arasında bərabərsizliyi yaradır. Yəni ona görə də biz insan münasibətlərini cəmiyyət arası müəyyən müqaviləyə dayanaraq həll eləməliyik. Yəni Allahın bütövlükdə insan münasibətlərinin bütün detallarına, ailə münasibətlərinə, bütün şəxsi münasibətlərin bütün detallarına qarışdırmaq olmaz. Bunu hətta Kantın fəlsəfəsində nəyi təlqin eləyir? Kant deyir ki, biz məsələn İslamda daha çox Allahın zikr olunması, tez-tez adının xatırlanması önə çəkir. Müsəlmanlar böyük çoxluğu Allahı tez-tez xatırlayırlar, amma Allahı hamıdan çox unudurlar. Müəyyən məqamlarda faydalı iş görmək olanda Allahı tez unudurlar. Amma o deyir ki, Allah elə bir məfhumdur ki, yaradan. Onu adını xatırlayanda məsuliyyət olsun deyə onu hər addım başı, hər məsələdə adını xatırlamayın. Onu zərurət olanda, bunu elə bir məfhum kimi olun ki, ucuzlaşdırmayın. Sizin biraz budur məsələnin yəni izahı.